İlk önce Allah'tan korkmağı tövsiye edirəm. Korkun Allah Teala'dan, hak təqvasıyla, layıqince ve gizlinde de, aşkarda da ve daha gizlinde de onun nezaretinde olduğumuzu bilin, hissedin ve bilin ki imanın həqiqiliyi təkcə insanların seni gördüğü an yok, əksinə Allah'ın seni gördüğü an ortaya çıkır. Ve imanın terbiyesinin en əzəmətli qaplarından biri de ve Allah'la səmimiyyətin en dəqiq, en ince ölçülerinden biri de, meyarlarından biri de kulun öz nəfsinə sual verməsidir. Sual verməsidir ki, mən kiməm tək qaldığımda? Mən kiməm qaplar bağlandığında? Mən kiməm insanların bakışları üzerimden çəkildikdə? Yalnız Allah Teala'nın nezareti qaldıqda? Mən kiməm mədh edənlər, tərifləyənlər olmadıqda? Mən kiməm danlayanlar, qınağa çəkənlər olmadıqda? Yalnız Allah'ın eşitmeyi, görmeyi elmi qaldıqda? Ona göre de əksər insanlar görərsən ki, onlara şahid olduğunda yaxşı davranır. Məxluqat baxışlarını onlara dikdikdə bəzənir, gözəlləşir, dona girir, salihlərlə oturduqda ədəblənir. Lakin həqiqi imtihan bu deyil. Həqiqi imtihan odur ki, nəfsinlə tək qaldığında, asiliyə, günaha, qüdrətin çatdıqda, Allah'ın nəzarətini xatırlayıb, dərk edib, ondan qorxub, onu əzəmətləşdirib, tərk etməyin, budur həqiqi imtihan. Ona görə də xəlvətin şəni əzəmətlidir əgər Allah'ın zikri ilə, qorxusu ilə doldurulursa. Çünki deyib sallallahu aleyhi ve sellem, hədislərin birində, vəsf edəndə 7 sinif insanı, hansı ki kölgelənəcək, Rəhmanın kölgəsində, heç bir kölgenin olmadığı bir gündə, deyir ki, rəculun zəkərallaha xaliyə, fəfadat aynə, kişi, hansı ki Allah Teala'nı xatırlayıb, xəlvətdə, təklikdə və gözləri yaşarıb. O kişi, heç kim əl çalmır ona, mədh etmir, tərifləmir, insanlar onu görmür, lakin sadiqdir, Rəbbi ilə, səmimidir Allah Teala ilə, ona görə haqq edib bu fəziləti, layiq görülüb bu mükafata. Şək yox ki, zahirin islah olması, doğru olması nimətdir, lakin ən əzəmətlisi və tələb olunan batinin islahıdır. Daxilin düzəlməsidir. İnsanlar önündə doğru olmaq, doğru yolda olmaq yaxşı davranışdır, lakin daha yüksək məqam odur ki, insanlar səni görməyəndə doğru olasan. İnsanlar sənə baxmayanda doğru yolda olasan. Və Allah Teala həqiqətən təkcə istədiyi bizdən məscidlərin izdihamı deyil, dolması deyil, əksinə qəlbi istəyir. Qəlbə baxır, sadiqdir yoxsa yox, səmimidir yoxsa yox, pakdır, təmizdir yoxsa yox, aşkarda qorxduğun kimi gizlində də qorxursanmı? İnsanlardan aşkarda utandığın kimi gizlində də ondan utanırsanmı? Ona görə neçə qul var ki, xəlvət günahları məhv edib onu, dağıdıb qəlbini, əməlini, günah onu kiçik görür. Lakin Allah qatında əzəmətlidir, gizlində asilik edir, lakin bilmir ki yazılır. Qəflət anı yüngül sayır onu, lakin ola bilsin ki o qəflət anı onun qəlbinin sərtləşməsinin səbəbidir. İbadətin ləzzətindən məhrumiyyətidir, sinəsinin köksünün darlığıdır, işlərinin çətinləşməsidir. Və nə gözəl çəkindirib Peyğəmbər sallallahu aleyhi ve sellem əzəmətli bir xatırlama ilə, necə ki Səvbən Peyğəmbər sallallahu aleyhi ve sellemin azad etdiyi kölə, o səhabə nəql edir ondan, deyir ki, ümmətimdən bir dəstə insanları tanıyacağım. Qiyamət günü Tihəmə dağı boyda ağappaq savablarla gələcəklər. Allah Teala onları soğurub toz edəcək, puç edəcək. Dedi ki Səvbən, ya Rasulallah, vəsf et bizə onları.
açıq aydın bildir ki, bilmədən onlardan olmayaq. Dedi ki sallallahu aleyhi ve sellem, innahum ihvanukum. Onlar sizin kardeşlerinizdir. Ve min cildetikum. Sizin cildinizler, yani dersi sizin derinizdendir. Müslümanlardır. Yahuduna minel leyli kema ta'khudun. Onlar geceden pay götürürler. Necə ki siz geceden pay götürürsünüz. Yani ibadet edirlər. Velakinnahum aqvamun. İza khalav bimaharillahi intahakuha. Lakin onlar elə bir qövmdür ki Allah'ın haramları ilə xəlvətdə baş-başa qaldırda onu pozurlar. Ona görə də müsibət o değil ki keçici bir günah edəsən veya günahdan sonra peşman olup tövbə edəsən. Xeyr, müsibət odur ki gəl Allah'ın nəzarətini yüngül saymağa başlayır xəlvətdə qaldırda. Tək qaldırda Allah'ın nəzarətində olduğu ona asan gəlir. Ona görə də çoxları sual verir özünə. Niyə qəlbimiz daşlaşır? Niyə Quran oxuyuruq, təsirlənmirik? Niyə namaza dururuq, sanki ağır yük daşıyırıq? Niyə moizəni eşidirik, lakin qəlb sarsılmır, sirkələnmir? Ən əzəmətli səbəb xəlvətdə etdiyin günahlardır. Allahla özün aranda olan o günahdır, hansı ki insanlar görmür onu. Lakin o daxildən qəlbi dağıdır. Ona görə diqqət et. Nə badə insanların önündə özünü salih görsədib, xəlvətdə qaldıqda Allah'ın haramlarını pozma. Diqqət et. Məxluqun önündə təqva libası geyinib, özünü yaxşı görsədib, xalqin önündə qəlbi fəsad etmə. Diqqət et, nə badə insanların baxışları sənin üçün Allah'ın baxışlarından daha əzəmətli olmasın. Diqqət et. Və bir də diqqət et, nə badə insanlara nəsihət edib, onları çəkindirib, sonra onlara müxalif olub, qadağan etdiğinde onlara zidd olma. Deyir ki sallallahu aleyhi ve sellem, Usame ibn Zeyd'in rivayet ettiği hadiste, qiyamət günü bir kişi getiriləcək və o da atılacaq, bağırsaqları çölə töküləcək, sonra onun bağırsaqlarının etrafında uzun qulaq dəyirman daşının etrafında fırlandığı kimi dövrə vuracaq, cəhənnəm əhli toplanacaq onun başına, deyəcəklər ki ya fulan, ey filan kəs, mə asabək, nə olub sənə? Ələm təku tə'muruna bil ma'ruf və tənhənə lil munkar. Məgər sən bizə yaxşılıq əmr edib pislikdən çəkindirmirdin? Deyəcək ki bələ, bəli. Qad kuntu əmartukum bil ma'ruf və ləti. Mən sizə yaxşılıq əmr edirdim, lakin özüm etmirdim. Və ənhəkum anil munkari fəəti. Sizə pisliyi qadağan edirdim, lakin özüm edirdim. Nə böyük rüsvayçılıq, nə əzəmətli rəzalət, moizə edən dil, lakin xəlvətdə xəyanət, əməldə müxaliflik, zidd davranış və sadiq mömin o demək deyil ki günah etmir heç. Xeyr, əsla. Bu mümkün də deyil və heç kəsin də bundan nəsibi yoxdur. Hər bir kəs günah edir, lakin sadiq mömin odur ki xəlvətdə qaldıqda Allah'ın nəzarətini dərk edər. Günah etsə peşman olar, yıxılsa tövbə edər, zəifləsə qaydar və nəfsi onu asiliyə çağırdıqda deyər ki, necə məni görənə asi ola bilərəm? Necə mənə neymət verənə qarşı qəlbimi sındıra bilərəm? Ona görə salihlər deyərdilər ki, baxma, günahın kisiliyinə, böylüyünə, bax ki, asi olursan. Xallid dunubə səğirəhə və kəbirəhə zəkəttuqa və əhdər kəməşin fəvqə ardı şəvqi əhdəru mə yara və lə təhqirannə səğirətən innəl cibələ minəl asa. Günahın kisiyini də, böyüyünü də boş ver, tərk et. Elə gəz ki, sanki tikanlı bir torpaqda gəzən kimi, gördüyü hər bir şeydən ehtiyat edən kimi, kiçik günahı həqir sayma, heç sayma, bil ki, böyük dağlar da daşlardandır, xırda daşlardan. Ona görə də salih xəlvətin, təkliyin nəticəsi, təsiri əzəmətli olduğu kimi, fasik xəlvətin də həlaki, məhvi əzəmətlidir. Necə gizlində Allah Taala'ya asi olanlar varsa, bil ki, gizlində Allah Taala'ya ibadət edənlər də var. O kəslər ki, onların gizlində qıldıqları namazlar var, hansı ki, heç kim bilmir. Səhərlər axıtdıqları göz yaşları var, hansı ki, heç kim görmür. Gizlində verdikləri sədəqə var, heç kim bilmir. Gecənin qaranlığında sadiq, səmimi etdiyi dualar var, Allah'tan başqa heç kim eşitmir. Onlar, insanlar təlaşa düşdükdə sabitdilər. Onlar, insanlar fitnəyə qurşandıqda salamatdılar. Qəlblər daşlaşdıqda onların qəlbləri yumuşar qalır. Çünki onlar Allah'la öz aralarında olanı
gizlində islah ediblər. Gizlin əməllərlə, salih əməllərlə. Ona görə də Allah Taala'nın əzəmətləşdirilməsinin əlaməti mömin üçün, qəlbi üçün odur ki, o qəlbində, gizlində də qəlbində Allahdan utanır. Necə ki, aşkarda məxluqdan, Allahın yaratdıqlarından utanır. Və bəzi insanlar görsən ki, günahı tərk edir. Nə var, atası görər deyə, və ya anası eşidər deyə, və ya insanlar onu rüsva edər deyə. Lakin tək qaldıqda, Rəbbi ilə baş-başa qaldıqda cürətlənir. Hanı Allah Taala'nı əzəmətləşdirmək, hanı Allah Taala'nı uca tutmaq, böyüklüyünü etiraf etmək, hanı ihsan məqamı, hansı ki ibadət etməlisən, sanki Allah Taala səni görür kimi, sən onu görməsən də, o səni görür. Bəli görür, eşidir. Çünki Allah Taala görür, qaranlıq zülmət bir gecədə, qaradaşın üzərində olan qarışqanın ayaq izlərini görür və eşidir. Elə zənn edirsən ki, səni görmür, eşitmir. Və qulun fəsad olmasının və əksər insanların fəsad olmasının səbəbi yalnız Allahın nəzarətinin onların qəlbində zəifləməsidir. Və nicat tapanların da, Allahın rəhmətindən sonra uğura tatanların da xilas olmasının səbəbi bu məna ilə yaşamalarıdır. Allah Taala məni görür, eşidir, halımı bilir, qəlbimə baxır. Ona görə də gizlində günahlar onun yükünü ağırlatmış, tövbə qapıları hələ açıqdır. Ey qəlbi xəlvətdə daşlaşmış, Allaha dön və gecələr qəfləti uzanmış, bil ki, sübhün tövbəsi yaxındır. Və eyb, zəifliyin olmağı deyil, eyb odur ki, israr edəsən. Eyb yıxılmaq deyil, eyb odur ki, yıxılmağı sevəsən və yıxılıb qalasan. Eyb o deyil ki, qul xəta edir. Eyb odur ki, qul unudur ki, onun bağışlayan Rəbbi var. Qəbul edən, eybləri örtən Rəbbi var. Ona görə əzəmətləşdir Allah Taala'nın nəzarətinin üzərində. Bil ki, ondan heç nə gizlin qalmır. Nə əşkarda, nə gizlində, nə də daha gizlində. Uzaqlaş asilik səbəbindən salih əməlləri çoxalt. Bil ki, gizlində olan itayət, gizlində olan asiliyin odunu söndürür. Dön Allah Taala'ya və bil ki, ehtiyac təkcə zahirin doğru olması deyil. Əksinə ehtiyac həmsinin qəlbin doğru olmasıdır. Tövbə et Allah Taala'ya, gizlini islah et. Bil ki, gizlini islah etmək açardır. Aşkarın islah olması üçün kim özü ilə Rəbbi arasında olanı düzəldərsə, Allah Taala onu ilə insanlar arasında olanı düzəldər. Allah'ım gizlimizi, aşkarımızı islah et. Qəblərimizi təmizlə, günahlarımızı bağışla, eyiblərimizi ört. Allah'ım bizə sadiq, səmimi tövbə nəsib et. Qəblərimizi günahlardan yuh, onu imanla yaşat, itayətlə bəzət, haqq üzərində sabit et, ta ki səninlə qarşılaşana dək. Allah'ım İslamı və müsəlmanları izzətli et. Harada zəif müsəlmanlar varsa, onlara kömək ol, dəstək ol, azlarını doydur, xəstələrinə şəfa ver. Allah'ım ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qoru, bizi eşidib faydalananlardan et. Əqulu mə təsmə'un və əstəğfirullaha li və ləkum və li sairil musliminə min kulli zəm fəstəğfiruhu innəhu vəl-ğafur rahim. Elhamdülillahi Rabbil ələmin və salatu və salamu alə əşrafil ənbiyyə vəl-mursəlin nəbiyyə Muhammedin və alə alihi və sahbihi və səlləmə təslimən kəthira. İbadallah, innallaha ya'muru bil adli vel ihsani ve ita'i zil qurba ve yenha anil fahşai vel munkari vel baghi ya'idukum la'allakum tadhakkarun. Ve aqimus salat.